Mən düşünürəm ki, bu büdcə ümumiyyətlə müzakirə olundu və hətta bəlkə son illərin ən çox müzakirə olunan büdcələrindən biri oldu. Niyə? Çünki nazirlərin parlamentə çıxışları, deputatlarla hətta girdikləri debatlar məsələsi var ki, bilmirsiniz rəqəmləri, filan eləyirsiniz, hardan alırsınız. Yəni bir hörmətli nazirlərin də deputatları bir danlama həvəsi yaranıb belə ki, hesabat əvəzinə elə bil ki, bir danlamaq ki, siz bilmirsiniz, biz belə elə. Yəni bütün bunların fonunda müzakirə xeyli olundu və burada mən deməzdim ki, sosial yönümlü. Təbii ki, iqtidar nümayəndələri həmişə deyir sosial yönümlüdür filan. Çünki müəllimlərin maaşını da oraya yazırlar, həkimlərin maaşını da deyirlər ki, bu da sosial. Elə bil ki, yardım verir. Müəllim gedir dərsini deyir, pulunu alır, deyir bu sosialdır, biz pul veririk ona. Ya həkimə. Yəni bu biraz bilirsiniz insanların başını aldatmaq üçün və mən sizə bir şey deyim. Mən nəyi sezdim? Bir çox halda hökumət nümayəndələri büdcəni təqdim edəndə manipulyasiya ilə məşğuldurlar. İnsanları aldatmaqla, insanların o iqtisadi biliklərini, büdcə biliklərini və yaxud da o biliklərin azlığından istifadə edən manipulyasiya ilə məşğuldurlar. Müxtəlif rəqəmlərin müxtəlif aspektdən yanaşaraq güya ki, daha adi bir şey deyim sizə, təqribin nə olduğunu biləcəksiniz də. Səhiyyə xərclərində icbari tibbi sığortaya ayrılan pul 30%, yəni 300 milyonun üzərindən azaldıldı. Bu necə sosial demək olar buna? Məsəl üçün artıq belə deyək 2 milyona yaxın adam, ən az 2 milyona yaxın adam 16 manat ayda öz ödəməlidir ki, icbari tibbi sığortadan istifadə edə bilsin. Və yaxud da minimum əmək haqqının qaldırılmasıyla bağlı heç bir proqnoz verilmədi. Düzdür? Hətta inflyasiya faizinin belə deyək də bərpa olması, kompensasiyası barədə də heç nə deyilmədi. İndi real inflyasiyanı biz deyirik 20-25%, indi tutaq hakimiyyət deyir 8-10%, 12% nəsə. Onu belə kompensasiya eləmədilər. Təhsil sahəsində, baxın biz burada hər dəfə xatırlayırıq, biz AK Partiya olan proqramımız odur ki, dövlət müəssisələrində təhsil haqqı olmamalı, təhsil pulsuz olmalı, dövlət müəssisələrində. Bizə deyirlər, nə danışırsınız, bu yeni bir termin tapıblar, publik hüquqi şəxs öz-özündə olur. Bu da Gürcüstan keçdi ona. Gürcüstan təhsili tam pulsuz elədi dövlət müəssisələrində. Yəni bu və üstə gəl artırılan vergilər, yəni məsələn 3 il, 4 il bundan düzdür nazir çıxdı dedi ki, hələ sağ ol deyin bizə ki, biz bunu belə deyək 7-də dayandıracağıq. Əvvəl 14 idi, biz bunu lütf eləyib sıfırlamışdıq. İndi hələ 3 ilə 7-yə qaldıracağıq. Bu vergilər qaytarıldı minimum əmək haqqından. Məsələn, keçən il minimum əmək haqqı aldığı adam məsələn bu gün 30 manat az alacaq. Keçən məsələn 4 çatırdı əlinə, bu gün artıq 370 manat satacaq. Yəni dünənkindən də pis olacaq, düzdür? Əlavə də avtomobillərin vergilərinin, rüsumlarının qaytarılması, hətta baxın insanlar o qədər bu ifadə insanları mənə belə gəlir ki, ələ salmaqdan başqa bir şey deyil. Deyir hibrid və elektromobillərə əlavə olunan vergilər, gömrük rüsumu, aksis, bunlar hamısı daxili istehsalı stimullaşdırmaq üçündür. Mənim başım çıxmır. Biz harada avtomobil istehsal edirik? Və yaxud üstə gəl büdcədə əlavə ikinci mobil telefonun gətirilməsinin zamanı zaten ödürdün. Sən zaten yəni 36% vergisini ödürsən, filan eləyirsən, qeydiyyatını ödürsən. Artıq 100 manat da ikinci telefon gətirdiyinə görə artıq 100 manat da əlavə vergi ödəyəcəksən. Yəni bu büdcə daha çox vətəndaşların vergi cərimə yükündən yüklənməsi məsələsində daha çox diqqət cəlb elədi. Deyilə bilər, indi digər deputatların sevdiyi söz var, büdcədən asıllıq azalıb, neftdən asıllıq azalıb filan 40 neçə faizə düşüb, amma yekunda ölçüb biçəndə görür ki, Azərbaycan ixracının yenə də 90%-ə yaxın, 85-86% yenə neftdəndir. Bunu başqa adlarla büdcəyə soxmağın mənası nədir ki? Yəni məncə bu büdcə sosial yönümlü deyil və xalqı düşünmür. Sırf büdcəni doldurmaq, büdcənin belə deyək, digər xərclərini xalqın üzərinə yükləmək büdcəsidir.